Mehriban xanım, sual vermək olar. Ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. Sizə can sağlığı arzulayıram. Mehriban Əliyeva və İlham Əliyev mənə çox qəzəblidir. Çünki tarixdə bu ailəni belə biabır edən heç kim olmayıb. Mehriban Əliyeva özünü idarə edə bilmir. Mehriban Əliyeva hirsindən partlayır. Bilirsiniz niyə? Çünki Bala Heydər Odessa klublarının kraliçası Alyona ilə evlənəndə bu cütlüyə qarşı çıxan məhz Mehriban Əliyeva idi. Mehriban Alyonanı istəmirdi, amma məcbur qalıb qəbul elədi. Zəhləsi gedən gəlinini sifətdən özünü oxşatmağa çalışdı ki, bəlkə oğluna yaraşdıra. Amma Mehman Hüseynov gəlib tıfağını dağıtdı. Hə, Aylin Ağayev, görsənmi? Sənin bir səhvin İlham Əliyevə nə qədər baha başa gəlir? İlham Əliyev, mən səni birdən-birə tam rəzil günə qoymaq istəmirəm. Mən istəyirəm ki, sənin necə əzab çəkdiyini, necə çökdüyünü, necə bədbəxt olduğunu aram-aram görüm. Sən ay axlaqsız, düşünmüşdün ki, Mehman Hüseynovun yatağını çəkib sonradan məni şantaj edəcəksən və məni susturacaqsan. Sən ay axmaq, elə bilirdin ki, mənim şəxsi videolarımı atama göstərəcəksən və mən sənin dediklərini edəcəm. Yanlış adama ilişdin, ay İlham Əliyev. O görmür. O bizim gözlərimiz də onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Hörmətli izləyicilər, yaxın oturun. Bugün biz İlham Əliyevin evinə gətirdiyi Alyona Əliyevanı daha yaxından tanıyacağıq. Bugün ilk dəfə hər kəs Alyona Əliyevanın səsini eşidəcək. Alyona bir zamanlar Odessada 2-3 qızla birlikdə ev kiraya götürmüşdü. Həmin evdə onların hansı işlərlə məşğul olduqlarına dair görüntülər məndə var. O vaxt Alyona hansı qiymətə çıxırdı, kimlərlə görüşürdü? İstəsəniz hamısını deyə bilərəm. Bəli, Odessa kişilərin qucağından düşmüş bu xanım hazırda Bala Heydərlə evlidir və bu ölkədə mühüm mövqe tutmaq istəyir. İndi isə videoya baxaq. Раздрав наркотики, мужики, кальян, Денис. У меня терияки практически тоже. Майя, куда? Пупсик. Что за блюдо вы готовите? Не передает аромат камера. Аромат фантастический. Даже разогревается. Это печень трески и яйцо. Черт. Раздрав наркотики, мужики, кальян, Денис. Eşitdinizmi? İlham Əliyevin gəlini Alyona Əliyeva burada nə deyir? O deyir ki, narkotik istəyir, kişiləri istəyir, qəlyan və Denisi istəyir. Bəli, Alyona Əliyeva kişilərdən çox narkotika meyilli idi. Videoda adı çəkilən Denis isə onunla münasibətdə olan və Alyonanı narkotik ilə təmin edən şəxsdir. Onların birlikdə fotoları da məndə var. Alyona Əliyevanın Denis ilə çəkilmiş, gözləri qızarmış, maddələrin təsiri altında olduğu görüntüləri mövcuddur. Görürsünüzmü? Ailə dəyərlərindən dəm vuran İlham Əliyevin öz ailə üzvləri hansı vəziyyətdədir? Bir ata niyə xəstə övladını bu vəziyyətə salır? Görürsünüzmü? İlham Əliyev bizə kimi soxuşturmaq istəyir? Bəli, ay İlham Əliyev, sən mənim videolarımı atama göstərdin. Mən də Bala Heydərin arvadının videolarını onun atasına, yəni sənə göstərirəm. Amma mənim atamdan fərqli olaraq Bala Heydərin atasının utanacaq çox şeyi var. Narkotika meyilli, qeyri-qanuni şəkildə Azərbaycan vətəndaşlığını alan, bizim haqqımızı yeyib bahalı geyimlərdə şəllənən birini ölkənin başına gətirmək istəyirsənsə, zəhmət çəkib utanacaqsan. Məndə Alyonanın bütün görüntüləri var. İlham Əliyevin ağlına belə gəlməyəcək videolarda mövcuddur. Sabah İlham Əliyev çıxıb desə ki, gəlinim zarafat edirdi, narkotiklə heç bir əlaqəsi yoxdur. Odessada pul qarşılığında heç kimlə görüşməyib. Mən onu
diz üstünə qoyaram. Duxu var, gəlib bunu desin. Mehman bilirsiniz ki, zarafat etmir. Bu ailə ümumiyyətlə pozğun ailədir. Gəlin ocağa çəkibdir və faktiki mən təcrübələnmirəm. Leylanın özü konkret olaraq, yəni indi bunlar hamıya nəişəxor deyir, piyanska deyir, narkoman deyir. Ancaq şəxsən mənim yanımda nəişə də çəkib görmüşəm. Fakt, elektronlu. Məndə hətta şəkili var, mən sənə bölüşərəm. Bizə gələn materiallarda gördüyüm ki, Alyona cavanlığını maşallah narkotikdə istifadə edir, nə bilim nəişə də çəkib, kalyan da çəkib. Ancaq bu adamlar faktiki özləri pozğun ola-ola bu boyda milləti pozğun eləyib, narkomaniya, prostitusiya. Ancaq Mehman Hüseynov neynədir? Mehman Hüseynov birbaşa xalqa gözünü açdı ki, yəni bu ocağın içərisinə gələn də bunlara oxşayan bir adam gəlibdir. Mehriban Əliyeva, bax görürsünüzmü? Mənə erməni dediniz, mən sizi ifşa elədim. Mənə böhtanlar atdınız, ifşa elədim. İndi isə deyirsiniz ki, qardaşım Emin Hüseynov qadın paltarında səfirliyə girib. Axı niyə dinç durmursunuz, ha? Nə məcburdur ki, bu yalanları danışasınız? Bilmirsiniz ki, Mehman sizin ağzınızdan çıxan hər yalanı ifşalayır. Özü də ancaq faktlarla, şərsiz, böhtansız. Mən sübut elədim ki, sizin oğlunuz Heydər Əliyev dezertirdir, əskərlikdən qaçıb. Gəlininiz narkotik istifadəçisidir, oğrudur, dələduzdur. Sizin xalqa soxuşturduğunuz ailə dəyərləri ilə yaxından uzaqdan əlaqəsi olmayan bir insandır. İndi isə növbə sizindir. Eminin qadın paltarında səfirliyə girdiyinə dair sübutunuz varsa, çıxarıb qoyun ortaya. Amma alınmaz, çünki sizdə belə bir fakt yoxdur. Məndə isə sizə və ailənizə aid hələ çox faktlar var. Madam ki, qaşınırsınız, mən də sizin ağzınızı qaşımağa davam edəcəm. Gözləmədə qalın.